Salam, hər vaxtınız xeyir olsun. Bugün Zehinpod olaraq qarşımızda Yusten Gorder'in çox məşhur əsəri Sophie'nin dünyasından bəzi hissələr var. Gəl birlikdə bu hekayənin, necə deyim, fəlsəfə ilə iç-içə keçmiş dünyasına baş vuraq. Məqsədimiz sənin üçün ən maraqlı, ən düşündürücü məqamları üzə çıxarmaqdır. Hekayə Sophie adlı bir gənc qızla başlayır. Yəqin çoxunuz bilirsiniz. Bir gün heç gözləmədiyi anda poçt qutusunda iki dənə qəribə məktub tapır. Üzərində sadəcə suallar yazılıb. Sən kimsən və dünya necə yaranıb? Bu, ilk baxışdan çox sadə görünən suallar əslində Sophie'ni bütün gündəlik həyatından qoparıb fəlsəfənin dərinliklərinə aparır. Bir növ səyahət başlayır onun üçün. Bu səyahət özü, deyəsən elə fəlsəfənin özünün necə başladığını göstərir. Və kitabın özü də deyir axı, yaxşı filozof olmaq üçün lazım olan tək şey bəlkə də o heyrət etmə bacarığıdır. Gəlin görək bu heyrət hissi bizi bugün hara aparacaq? Tamamilə razıyam. Kitab demək olar ki, elə ilk səhifələrdən bizi ən fundamental, ən köklü sualların ortasına atır. Biz kimik axı? Bu dünya hardan gəldi? Necə yarandı? Əbədi suallar. Bəli, əbədi suallar. Bunlar elə suallardır ki, yəni bəşəriyyət yaranandan bəri insanlar cavab axtarır. Bəlkə də cavabları tapmaqdan daha vacib olan şey elə bu sualları soruşmağa davam etməkdir və Sophie'nin dünyası da məhz bu, necə deyim, sorğulama səyahətinə çıxarır bizi. Bu səyahət də çox maraqlı bir yerdən başlayır. Miflərdən. Kitabda da toxunulur. Məsələn, qədim Skandinaviya mifologiyasına, Thorun çəkicinə. Bunlar dünyanın ilk izah cəhdləri idi də. Təbiət hadisələrini, başa düşmədikləri şeyləri tanrılarla, mifik varlıqlarla izah edirdilər. Yaxşı ilə pisin mübarizəsi də var idi, deyəsən o miflər. Bəli, o motiv çox güclüdür. Amma zamanla insanlar sırf bu mifik izahlarla kifayətlənməməyə başladı. Daha fərqli bir yanaşma, daha məntiqi, daha təbii izahlar axtarmağa başladılar. Bax, burada təbiət filosofları səhnəyə çıxır. Aha, o məşhur heç nə yoxdan var ola bilməz prinsipi. Elədir. Onlar artıq tanrıların əhval-ruhiyyəsi ilə yox, təbiətin özündəki qanun uyğunluqlarla, təməl maddələrlə dünyanı anlamağa çalışırdılar. Məsələn, Empedokl. O düşünürdü ki, hər şey 4 təməl ünsürdən yaranıb. Torpaq, hava, od və su. Maraqlıdır. Bəs Anaksagor? Onun da adı çəkilir. Anaksagor daha da, necə deyim, mürəkkəb bir fikir irəli sürürdü. Deyirdi ki, hər şeydə, hər zərrəcikdə əslində hər şeydən bir parça var. Yəni, sənin saç telində də bütün digər şeylərin kiçik toxumları mövcuddur. Və bütün bunları hərəkətə gətirən, nizamlayan bir ağıl var, nous. Ağıl. Yəni, bu artıq mifdən fəlsəfəyə, logosa doğru böyük bir addım idi, elə deyilmi? Ksenofanesin də tanrı təsvirlərini tənqid etməsi var idi. Tamamilə. Ksenofanes deyirdi ki, insanlar tanrıları özlərinə bənzər təsəvvür edirlər. Əgər atların, öküzlərin əli olsaydı, onlar da tanrılarını at və öküz şəklində çəkərdilər. Bu, artıq çox ciddi bir tənqidi düşüncə idi. Və sonra Sokrat, fəlsəfə tarixində bir dönüş nöqtəsi sanki. Fokus kosmosdan, təbiətdən daha çox insana, əxlaqa yönəlir. Onun o məşhur sözü, ən müdrik insan bilmədiyini bilən insandır. Çox güclü ifadədir. Yəni, Sokrat üçün fəlsəfə özünü tanımaq, öz həddini bilmək idi. Əsl bilik, onun fikrincə, öz cəhalətini dərk etməklə başlayır. O, insanları dialoq vasitəsilə düşünməyə vadar edirdi. Onun tələbəsi Platon isə bu fikirləri daha da inkişaf etdirir, sistemləşdirir. Bu ideyalar aləmi konsepsiyası. Bunu biraz aça bilərik, çox vaxt mürəkkəb gəlir adamlara. Əlbəttə. Platon belə düşünürdü ki, bizim bu hisslərimizlə qavradığımız dünya, gördüyümüz stullar, ağaclar, insanlar əsl reallıq deyil. Bunlar sadəcə kölgələrdir. Əsl reallıq dəyişməz, mükəmməl ideyalar aləmindədir. Yəni, əsl stul ideyası var, bizim gördüyümüz isə onun qüsurlu kopyalarıdır. Düzdür, məhz elə. Məsələn, dünyada minlərlə fərqli stul var. Amma hamısını stul edən ortaq bir ideya var. Platon deyirdi ki, əsl bilik, əsl həqiqət. Bax, bu ideyaları anlamaqdır. Ruhumuzda əslində bu ideyalar aləminə aiddir. Ora həsrət çəkir, ora qayıtmağa çalışır. Poetikdir əslində. Bəs Aristotel, o da Platonun tələbəsi olub, amma deyəsən fərqli yolla gedib.
Platon idealları göylərdə axtarırdısa, Aristotel onları elə bu dünyada şeylərin özündə axtarırdı. Təbiəti müşahidə edirdi, canlıları təsnif edirdi, biologiyanın əsasını qoydu demək olar. Məntiq elmini sistemləşdirdi, onun üçün bilik daha çox təcrübə və müşahidə ilə bağlı idi. Deməli, bu üç nəhəng Sokrat, Platon, Aristotel qərb fəlsəfəsinin bünövrəsini qoydular. Sonra Hellenizm dövrü gəlir. İskəndərin görüşləri ilə fərqli mədəniyyətlər, fikirlər qaynayıb qarışır, yeni fəlsəfi məktəblər yaranır. Stoiklər, epikürçülər, onların əsas qayəsi nə idi? Hellenizm dövründə imperiyaların genişlənməsi ilə insanlar özlərini daha çox kosmopolit, dünya vətəndaşı kimi hiss etməyə başladılar, amma eyni zamanda bir qeyri-müəyyənlik, narahatlıq hissi də var idi. Stoiklar və epikürçülər əsasən necə xoşbəxt olmaq olar sualına cavab axtarırdılar. Fərqli cavabları var idi amma. Bəli, fərqli idi. Stoiklər üçün əsas məsələ təbiət qanunlarına, taliyə, qədərə boyun əymək və hisslərə hakim olmaq idi. Yəni, dəyişdirə bilməyəcəyin şeylər üçün əsəbiləşmə, kədərlənmə. Daxili sakitliyə çat. Məşhur stoik sakitliyi buradan gəlir. Anlaşıldı. Bəs epikürçülər? Onlar deyəsən həzzə daha çox önəm verirdilər. Hə, amma bu müasir mənada anladığımız hədsiz həzz axtarışı deyildi. Epikür üçün əsl həzz daha çox əzabın, ağrının, narahatlığın, qorxunun olmaması idi. O, sadə, sakit bir həyatı, dostlarla fəlsəfi söhbətləri tövsiyə edirdi. Hətta gizli yaşa deyirdi, yəni siyasətdən, cəmiyyətin qayğılarından uzaq dur. Çox maraqlıdır bu fərqli yanaşmalar. Sonra gəlirik orta əsrlərə. Kitabda bu dövr uzun bir bazar günü kimi təsvir edilir. Yəni 1000 ilə yaxın bir dövr. Burada fəlsəfənin əsas mövzusu nə olur? Orta əsrlərdə, xüsusilə Avropada, xristianlıq dominant qüvvəyə çevrilir. Fəlsəfə də əsasən dinin, inancın xidmətinə keçir. Əsas sual buydu, ağılla inancı necə uzlaşdırmaq olar? Tanrının varlığını ağılla sübut etmək mümkündürmü? Avqustin və Akvinalı Tomas kimi böyük adlar var bu dövrdə. Bəli, müqəddəs Avqustin Platon fəlsəfəsini xristianlıqla sintez etməyə çalışırdı. O, pisliyin əslində Tanrının yaratdığı bir şey olmadığını, sadəcə yaxşılığın əskikliyi, Tanrıdan uzaqlaşmaq olduğunu deyirdi. Həmçinin tarixi də fəlsəfəyə daxil etdi, Tanrı dövləti konsepsiyası ilə. Akvinal Tomas isə daha çox Aristotelə əsaslanırdı deyəsən. Düzdür, Thomas Akvinatlı düşünürdü ki, Tanrıya aparan iki yol var. İnancı yolu və ağıl yolu. Və bu yollar bir-birinə zidd deyil, əksinə bir-birini tamamlayır. O, Aristotelin məntiqini və fəlsəfəsini istifadə edərək xristian teologiyasını sistemləşdirməyə çalışdı. Onun işləri uzun müddət Katolik kilsəsinin rəsmi fəlsəfəsi oldu. Ancaq bu uzun bazar günü də bir gün bitir və Renesans, yəni yenidən doğuş başlayır. Antik dövrə insanı yenidən böyük maraq yaranır. Bəli, Renesans həqiqətən də böyük bir oyanış dövrüdür. Diqqət yenidən Tanrıdan insana yönəlir, humanizm ön plana çıxır. İnsan potensialına, yaradıcılığına böyük inam yaranır. Antik Yunan və Roma mədəniyyəti, incəsənəti, fəlsəfəsi yenidən kəşf edilir, tərcümə olunur. Eyni zamanda elm də sürətli inkişaf edir. Kopernik, Galiley, Newton. Elədir. Elmi metod, yəni müşahidə, təcrübə, riyazi hesablama əhəmiyyət qazanır. Kopernik yerin kainatın mərkəzi olmadığını, günəş ətrafında fırlandığını deyir. Galiley teleskopla bunu təsdiqləyir. Newton isə cazibə qanunu ilə həm yerdəki, həm də göydəki cisimlərin hərəkətini eyni qanunlarla izah edir. Kainat artıq ilahi bir sir yox, başa düşülə bilən mexaniki bir sistem kimi görünməyə başlayır. Bu, dinə də təsir edir yəqin, reformasiya da təxminən bu dövrlərə düşür. Bəli, Martin Luther kimi reformatorlar kilsənin avtoritetini sorğuluyor, dinin daha fərdi, insanın Tanrı ilə birbaşa əlaqəsinə əsaslanan bir təcrübə olmasına çağırırlar. İncilin milli dillərə tərcüməsi də buna kömək edir. Sonra Barokko dövrü gəlir. Kitabda bu dövr ziddiyyətlərlə dolu kimi təsvir edilir. Bir tərəfdən həyatın dəbdəbəsi, digər tərəfdən fanilik düşüncəsi. Hə, Barokko dövrü həqiqətən də kontrastlar dövrüdür. Həyat həm çox təmtəraqlı, həm də çox qısa və keçici kimi görünür. Shakespeare'in Calderon'un əsərlərindəki həyat bir yuxudur və ya dünya bir səhnədir motivləri bu əhval-ruhiyyəni əks etdirir. Fəlsəfədə də idealizm və materializm kimi əks qütblər güclənir. Məsələn, Hobbes kimi materialist filosoflar hər şeyi maddə və hərəkətlə izah etməyə çalışır. Və nəhayət, maarifçilik dövrü, ağıl çağı. Tənqidi düşüncə,
azadlıq, insan hüquqları. Kant kimi nəhənglər bu dövrdə yetişir. Bəli, maarifçilik ağıla sonsuz güvən dövrüdür. İnsanların öz ağıllarından istifadə edərək cəhalətdən, xurafatdan, avtoritetlərin təzyiqindən qurtula biləcəyinə inanırlar. Kant bu dövrün zirvəsidir. O, biliyin mənbəyini araşdırır və deyir ki, bilik nə təkcə təcrübədən, empiristlər kimi, nə də təkcə ağıldan, rasionalistlər kimi gəlir. Hər ikisi lazımdır. Həm təcrübə, həm ağıl. Bəs onun o zaman, məkan, səbəbiyyət kimi qavrayış formaları haqqında fikirləri? Kant deyirdi ki, bizim dünyanı qavramamız bizim zehnimizin strukturları ilə şərtlənir. Zaman və məkan bizim təcrübəmizin çərçivələridir. Onları biz əşyalara geydiririk. Eyni ilə səbəbiyyətdə zehnimizin dünyanı anlamaq üçün istifadə etdiyi bir kateqoriyadır. Biz şeylərin özünü, nomen, birbaşa dərk edə bilmərik, yalnız onların bizə göründüyü formanı, fenomeni bilə bilərik. Çox fundamental məsələlərdir. Amma sırf ağla bu qədər fokuslanmaq bir reaksiya da doğurur deyəsən. Romantizm. Elədir. Romantizm bir növ maarifçiliyin soyuq rasionallığına qarşı bir etiraz kimi ortaya çıxır. Duyğular, hisslər, təxəyyül, intuisiya ön plana çıxır. Təbiətə pərəstiş, keçmişə, tarixə, xalq mədəniyyətinə maraq artır. Schelling, Herder kimi filosoflar dünya ruhundan, tarixin canlı bir orqanizm kimi inkişafından danışırlar. Hegel də bu dövrün böyük filosofudur. Onun dialektikası, tezis, antezis, sintez, tarixi bir proses kimi görürdü, eləmi? Bəli, Hegel üçün tarix sadəcə hadisələr toplusu deyil, dünya ruhunun özünü dərk etmə prosesidir. Hər fikir, tezis öz əksini, antezis yaradır və bu ziddiyyətdən yeni bir fikir, sintez doğulur. Bu proses davamlı olaraq irəliləyir. Çox mürəkkəb, amma cazibədar bir sistemdir. Amma sonra Marks gəlir və Hegelin idealizmini baş aşağı çevirir. Düzdür. Marks Hegelin dialektikasını alır, amma onu materialist əsaslara oturdur. Marks üçün tarixi hərəkətə gətirən əsas qüvvə ideyalar deyil, maddi şərait, iqtisadiyyat, istehsal münasibətləridir. Cəmiyyətin alt quruluşu, iqtisadi baza, onun üst quruluşunu siyasət, hüquq, din, mədəniyyəti müəyyən edir. Tarix isə sinfi mübarizələrin tarixidir. Eyni dövrlərdə elm sahəsində də böyük inqilabi fikirlər ortaya çıxır. Darwin. Bəli, Darwinin təkamül nəzəriyyəsi insan anlayışını tamamilə dəyişdirir. İnsanın heyvanlar aləmindən tədricən təkamül etdiyi fikri, insanın xüsusi yaradıldığı inancını sarsıdır. Freud isə başqa bir sahədə inqilab edir. İnsan psixikasının dərinliklərinə enir, şuuraltının, instinktlərin insan davranışındakı rolunu önə çıxarır. Və gəlirik 20-ci əsrə, egzistensializmə, Sartre və insanın azadlığa məhkum olması. Bu nə deməkdir? Egzistensialistlər, xüsusilə Sartre, düşünürdülər ki, insanın əvvəlcədən müəyyən edilmiş bir mahiyyəti, bir təbiəti yoxdur. Biz əvvəlcə dünyaya atılırıq, var oluruq, sonra öz seçimlərimiz, hərəkətlərimizlə öz mahiyyətimizi özümüz yaradırıq. Varoluş mahiyyətdən öncə gəlir. Bu tam bir azadlıq deməkdir, amma eyni zamanda böyük bir məsuliyyətdir. Çünki hər seçimimizlə təkcə özümüzü yox, bütün bəşəriyyəti müəyyən edirik. Bu azadlıqdan qaça bilmərik, ona məhkumuq. Və bütün bu fəlsəfi cəryanlar, mürəkkəb ideyalar Sofinin dünyasında necə təqdim edilir? Axı bu bir romandır. Bəli, kitabın dahililiyi də bundadır. Bütün bu fəlsəfi tarix, Sofya adlı Norveçli bir qızın aldığı sirli məktublar və Alberto Knox adlı fəlsəfə müəllimi ilə dialoqları vasitəsilə izah edilir. Bu, fəlsəfəni çox əlçatan, oxunaqlı edir. Hətta işin içinə başqa bir hekayə də qarışır. Hildə və onun Livandakı atası Mayor. Bu da əlavə bir qat yaradır. Tamamilə. Bu meta-hekayə, yəni hekayə içində hekayə üslubu, oxucunu da fəlsəfi düşüncə prosesinə cəlb edir. Sophie və Alberto özlərinin əslində bir kitabın personajları olduğunu anladıqda, reallıq və illüziya, yaradıcı və yaradılan arasındakı sərhədlər bulanıqlaşır. Bu da bizi yenidən fundamental fəlsəfi suallara qaytarır. Deməli, Sophie'nin dünyası sadəcə fəlsəfə tarixi dərsliyi deyil, həm də fəlsəfi düşünməyə təşviq edən, reallığı sorğulamağa vadar edən bir macəradır. Miflərdən başladıq müasir dövrə, hətta kitabın özünün quruluşuna qədər gəldik. Millilik bir səyahət oldu sanki. Bəli, çox zəngin bir səyahət və kitabın da bizə əsas mesajı məncə budur. Sual verməkdən, heyrət etməkdən əl çəkməmək.
o uşaq marağını itirməmək. Elədir. Bəlkə də ən vacibi budur. Və sizə də düşünmək üçün son bir fikir buraxaq, bəlkə də kitabın ruhuna uyğun. Əgər biz Şekspirin dediyi kimi yuxuların toxunduğu materialdan yoğrulmuşuqsa, əgər həyatımız bir növ yuxu ilə əhatə olunubsa, bəs onda əsl reallıqla bu yuxunu, illüziyanı necə ayırd edə bilərik? Bunun dəqiq bir yolu varmı? Bu həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır. Fəlsəfə heç vaxt bitmir. Bugünlük bu qədər. Ümid edirik ki, bu söhbətimiz sizin üçün də maraqlı və faydalı oldu. Əgər bu tipli dərin müzakirələri bəyənirsinizsə, Zehin Pod kanalına abunə olmağı və bu bölümü bəyənməyi unutmayın. Növbəti söhbətlərdə görüşənədək sağ olun.